Hı hı. Rekord elədik. Birinci məsələmiz demək ki, biz yəni səhv etdiyimiz cəhətlərdən ən başlıca gələn, ən sıxıntılı proseslərdən birisi uşaqlar biz düzgün şəkildə istiqamətlənmirik. Elə başımızı salmışıq oxuyacağıq. Yox, elə olmur uşaqlar. Konkret. Hər bir fəndən özünün vaxtı var. Hər bir fəndən ayrılacaq vaxt var. Bunlar çox önəmlidir. Yəni ki, mən nə qədər nəyə vaxt ayırmağım lazımdır və mən nə qədər nəydən oxumağım lazımdır, hardan başlamağım lazımdır. Baxın, xüsusi olaraq sizin üçün bir kiçik bir şey açacağım deyəcəyim bir vacib bir məsələ var. Bir, digər fənlərdə bilmirəm, amma fizikada keçilən dərs, bu elmi isbatı da olan bir məsələdir, onu da deyəcəm. Keçilən dərs deyir, həmən gün oxunursa, həmən dərsin 80-90%, bəzən 100% yadda qalır və biraz da test işləsən. Keçilən dərsi sabaha saxlasan, dərsin deyir 50% yadda qalır. Bunu deyirsən, bir 2 gün sonra işləyərəm, hələ müəllimin dərsinə var deyirsənsə, bu dərsdən cəmi cümlətanı 20% yadda qalır. Bu elmi olan bir şeydir, yəni mənim şeyimdir. Amma bunu fizikada biz çox isbatını görürük. Azərbaycan dili bəlkə elə olmur. Bəlkə ingilis dili elə olmur. Amma fizika keçildiyi günü gərək oturasan üstündə. Bu çox vacibdir. Yəni biz yenə dediyimiz kimi bir neçə metodları bilmədiyimiz zaman uşaqlar çıxırıq ki, yox mən fizika öyrənəcəm, kimya öyrənəcəm. Bu da bizi yarı yolda qoyur. Bir də baxırsan ki, uşaq düzənsiz şəkildə buraxdı keçdi kimya üzrə, buraxdı keçdi Azərbaycan dilini, buraxdı. Bunlar hamısı doğru istiqamətlənməməsi səbəbidir. Ona görə də birinci mütləq həqiqətən də hədəf çox böyükdür. Həqiqətən də çox yüksək bir yer niyyət eləmisiniz. Yəni bu yerin içərisində digər fənlərdə qruplarda üzr istəyirəm. Birinci qrupda əgər 2 dənə çətin fən varsa, ikinci qrupda 2 dənə varsa, üçüncü qrupda 2 dənə çətin fən varsa, dördüncü qrupda 4 dənə çətin fən var. Fizika birinci qrup səviyyəsində olur, kimya birinci qrup səviyyəsində olur, biologiya birinci qrup səviyyəsində olur və riyaziyyat da samballı düşür. Dördüncü qruplar üçün riyaziyyat da samballı düşür. Yəni düz obuslarla buraxılış şeyində, amma yenə də ağırdır. Yəni dediyimiz dördüncü qrupun işi ağırdır. Ona görə mütləq məsləhət lazımdır, bir düzən lazımdır, istiqamət lazımdır və hədəf olmalıdır. Hədəfi olduqdan sonra baxacaqsınız ki, yenə dediyimiz kimi, yəni o professional şəkildə biz o nöqtədə xüsusən də fan akademi olaraq tibb sahəsində bir model qurmuşuq ki, o modelə uyğun uşaqlar düşdümü və salam baxırsan ki, artıq yüksək nəticəyə getmə ehtimalları çox böyükdür. Sadəcə uşaq bir dənə hədəfi olsun ki, və salam mənim o modelimizə verin, mən onu başıma qoyum və oturum, bir yandan başlayım işləyim. Bax, bu zaman siz hədəfə çatmış olarsınız uşaqlar. Digər bir məsələ fizikadan artıq qorxmağınıza ehtiyac yoxdur. Fizika qorxulu bir şey deyil. Bunu həyatla əlaqələndirirsiniz. Vacib məsələlərdən biri budur. Hər mövzuda müəllim zəhmət olmasa mənə bunu həyatla əlaqələndirin, mən bu başa düşmürəm. İkinci düstur öyrənmirik. Mütləq anlayırıq, başa düşürük və ondan sonra öyrənirik. Üçüncü uşaqların bir də səhv elədiyi məsələ hər bölməyə görə cəmi 15-20 dənə, bəzən 40 dənə test öyrənirlər, amma yazırlar. Amma qayda nədir? Bir dənə bölmə öyrənmisinizsə deyir. O bir bölməyə görə aşağısı 200 dənə test işləməlisiniz ki, deyir, o sizin yadınızda qalsın. Bir də görürsən ki, 50 dənə, 100 dənə test işlədim, yox, olmaz. Ən aşağısı, ən aşağısı 200 dənə biz test işləməyimiz lazımdır ki, biz demək, o vəziyyətə gəlib çıxaq, yəni o bölməni tam qavrayaq. Ən aşağısı. Təbii ki, bizim indi hal-hazırda 11-ci siniflərimizə yəni təqribən bir bölmə üzrə aşağısı 600-700 yaxın test işləyəcək. Yəni tək toplu yox, güvən yox, kasp yox, MHM yox. Çünki bunların hamısı mütləq işlənməlidir. Bəzən deyirik, ha yox. Bax, son illər görün vəziyyət necədir uşaqlar. Hər birinizə uğurlar arzu edirəm. Hər birinizi inşallah o yolda gələcəyin həkimi olmaq, gələcəyin savadlı kadr olmaq arzusuyla sizi inşallah mən belə deyək də görmə ümidi ilə çox istəyərəm ki, inşallah o yerlərdə olsun. Bir gün yazasınız ki, müəllim, baxın beləncə bir yerdəyik, artıq təşəkkür edirik ki, oradan bir məlumat. Danışdıqlarımı çalışdım ki, öz fikrim deyil də biraz elmi cəhətdən, elmi olaraq mütləq bir isbatı olsun ki, bunlar çox önəmlidir. Yəni bu isbatı olmayan bir şeylər olmaz uşaqlar. Bunlar çox önəmli. Konkret bunların bir kökü olmalıdır ki, biz böyük bir hədəf almışıq. Yəni bu çox önəmlidir. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, nəticəniz sevindirici olar. Biz də sizə nə lazımsa dəstək göstərməyə hazırıq. Ələkbər müəllim, siz burdasınızmı? Ələkbər müəllim.
Hə, suallarınızı mən cavablandıracağam. Narahatçılıq yoxdur. Fizikaya görə göndərdiyiniz suallar var artıq. Orada 12-13 dənə suallar var. Onu mən inşallah müəllimlərin danışığından sonra sualları cavablandırım. Axıra suallar saxlamışıq ki, suallar biraz uzun olur. Ona görə axıra sualları saxlamışıq. Ələkbər müəllimə verək. Ələkbər müəllim öz fikirlərini bildirsin. Ondan sonra Ruslan müəllim bildirsin. Sonra mən yenə suallarınızı cavablandıracağam. Eynilə Ələkbər müəllim və Ruslan müəllim. Buyurun Ələkbər müəllim. Müəllim çox sağ olun. Salam aleyküm uşaqlar. Axşamınız xeyir olsun. Mən bir dənə özümü təqdim Tamam. edeyim. Həm də siz biraz dincəlmiş olarsınız. Öncədən bir baxın. Bircə saniyə. Paylaşım eləmək istəyirdim. O şeyə tapanmadım. Hı -hı. Bir də özüm haqqında məlumatı bunu şagirdlərimiz ilə hazırlayıb mənim üçün. Dedim onu bir göstərim. Siz məni tanıyasınız. Bəlkə Arif mənim tanıyırsınız, məni yox. Azərbaycan əməkdar müəllimi siz Ələkbər müəllim. Sizi tanımayan yoxdur. Bütün Azərbaycan sizi tanıyır. Bəli, cavablandıracağam. Bəli, sizin o fikirlərinizi də cavablandıracağam. Video yaxşı görsənir də, ekran yaxşı görsənir. Hı. Hələ ki yoxdur mənim video görünmür hələ. Ha, video görünmədi. Ekran paylaşımını yoxlamaq istəyirdim həm də. Bəs mənə niyə demədiniz? Hə, indi girdi. Aha. Ha, indi bayaq bunlar görsənmir də. Xeyr müəllim, indi görünürlər. Ha, bunu şagirdlərimiz özləri yığıblar. Sosial şəbəkədən toplayıblar materialları. İndi mən nədən danışmaq istəyirəm əsasən? Burada bir qeyd eləmişdik biz. Dərs öyrənmənin 5 texnikası. Yəni çətinliyi aradan qaldırmaq üçün 5 texnika adı altında topladıq. Bayaq Arif müəllim ona giriş elədi əslində. Necə bir sistemlə biz oxumalıyıq ki, bizim üçün çətinliklər olmasın. Çətinliklər yumşaq şəkildə həll edib bitirə bilək. Yəni əsas məsələ çox oxumaq deyil, sistemli oxumaqdır. Bəzi şagirdlər var ki, onlar özləri də bilmədən sistemli oxumağı bacarır.
Elə bir ki, anadan gəlmə bir yetenəkdir. Amma bəzi uşaqlar var ki, onları öyrətmək lazımdır. Bəzi uşaqlar da var ki, öyrədirsən, amma əməl eləmir. Və həmin əməl eləməyənlər uduzurlar. Amma bizim dediyimiz o metodlarla getsə, o şagirdlər inşallah ki, uğurlu olacaqlar. Yəni illərdir bu təcrübə əsasında toplamışam bunları. Demək, kimya əslində hara getsən, məsələn, kimlə yeni adamlarla görüşsək, biləndə ki, kimya müəllimiyəm, deyirlər ki, kimya çətindir falandır. Yəni bizim nəsil adamları, bizdən sonrakılar da, qabaqçılar da. Əslində kimya çətin deyil, amma sadəcə olaraq mən bunu bu sözü çox düşündüm və müşahidələr aparmağa başladım ki, əslində kimyanın öyrədilməsində bir sistem lazımdır. O sistem olmayıb deyə çox şagirdlər məktəbdə kimyadan küsüblər. Və sonra onu çətin kimi qavrayıb və onu artıq baxmayıblar, siliblər. Kimya bizlik deyil deyiblər, keçiblər. Çox az uşaqlar olub və yaxud da ki, çox az müəllimlər olub ki, onu o sistemi məktəbdə qura bilib və şagird onu qavraya bilib. Məsələn, burada bir neçə sual çıxartdım özüm üçün. Siz baxarsınız, kimyada sizə ən çox çətin gələn nədir ki, bəziləri deyir ki, kimya təlimlikləridir, bəziləri deyir ki, formulların qurulmasıdır və ya məsələ həlləridir. Məsələn, mən özüm universitetə hazırlaşarkən o zamanlar bizdə məsələ həll etdirmirdilər. Proqramda yox idi. Əlavə çalışmalarla olurdu və məsələ həllini o qədər də yaxşı öyrənə bilməmişdim. Sonradan öyrəndik. Test işləmək mi sizə çətin gəlir? Üzvü kimyamı, yoxsa qeyri-üzvü kimyamı? Hərəmizə birisi çətin gəlmiş olacaq və ya bir neçəsi çətin gəlmiş olacaq. Buna biz səbəblərinə gələcəyik və necə aradan qaldıracaq, onlara baxacağıq. Bəzən olur ki, kimyada belə bir şey var. Həm əzbər hissəsi var, həm məntiqi hissəsi var. Bunların əzbərləmə üsulu əzbərləmək lazımdır, amma o üsulu tutmaq lazımdır. Doğru üsul necədir? Çox vaxt biz nə edirik? Uşaqlar nə edirlər daha doğrusu? Biz dərs keçəndən sonra şagird çox vaxtı çox uşaqlar gedib evdə o dərsi bir daha oxumaq istəmir. Elə birbaşa istəyir ki, testi həll eləsin və tez bitirsin. Yəni ev tapşırığı bitmiş olsun. Ona elə gəlir ki, mən dərsdə anladım müəllimin dediyini. Mən testləri eləyib bitirməklə bu mövzunu da tam anlamış olacağam. Amma testləri həll etdikcə görür ki, çoxlu-çoxlu problemlər çıxır və qayıdır kitab vərəqləməyə və ya dəftərdə götürdüyü qeydləri vərəqləməyə başlayır. Və bu zaman əslində o bilmədən daha çox zaman itirir. Əslində istəyir ki, qabağa düşsün, tez həll edib qutarsın, amma bu yolla qarşısına çıxan problemi axtarıb tapmaq lazımdır. O tapmaq nə qədər zaman aparır və həm də onu doğru mu tapacaq, yanlış mı tapacaq, onu da bilmir. Və burada yəni çox vaxt etkisi olur. Amma e, Arif müəllim bir şey dedi, ən sonunda dedi, o çox önəmlidir. Məsələn, bu gün dərsi keçdisə, saxlayır, növbəti gün, məsələn, birinci gün dərs keçmişik, dördüncü gün kimya dərsi olacaq, hə, üçüncü gün axşam başlayır onu açıb oxumağa. Elə olmalıdır ki, uşaqlar, həmin gün axşam olsa çox gözəl olar. Nəyə görə? Nə qədər ki, müəllimin səsi sizin qulağınızdadır, həmin müəllimin səsi. Siz onu oxuyanda anlayırsınız ki, burada müəllim bunu belə demişdi, bunu belə izah eləmişdi. Yəni, sürətli oxuyub anlaya bilirsən. Amma müəllimin səsi qulağından getdisə, 2 gün, 3 gün sonra onu oxuyursansa, müəllimin dediyi kimi 20% müəllimin dediyindən qalır yadında. Və sən elə bil ki, özün təzədən özün oxuyub anlamağa çalışırsan. Sən özün oxuyub anlayacaqdınsa, onda müəllimin yanına niyə gəlmirsən? Elə özün evdə oturub oxuyardın. Sən müəllimin yanına niyə gəlirsən? Ona görə gəlirsən ki, tez, sürətli iş getsin. Anlayıb tez həll edəsən. Onu da bir dəfə eşitməklə anlamaqla olmur. Onu möhkəmləndirmək lazımdır və ən azı həmin axşam həmin dərsi oxumaq ən yaxşı üsuldur. Mən bunu Türk liseyində işləyəndə bir müddət şagirdlərimə axşam etüddə gedib elətdirirdim. Amma görürəm ki, o da çox da getmir. Yəni şagird onu eləmək istəmir. O sistemə girmək istəmir. Bizim millət də biraz sistemə öyrəşməyib. Sonra təkrarlarımız sistemli təkrar olmur. Sistemli təkrar nədir? Bu haqda baxacağıq. Ən önəmli səhv etdiyi testi analiz etmək istəmirik. Uşaqlar, və səhvi çıxıb tam ki 10 dənə səhv. Onu gətirəcək müəllimə verəcək. Amma öncədən bir özü də analiz eləmir.
Və yaxud da ki, müəllim həll eləyəndən sonra bir daha gedim evdə bir dənə də özüm həll eləyim, bir analiz edeyim. Mənim səhvim nədə olub? Mənim səhvim başa düşməməkdəmi olub, yoxsa hansısa problemləri bir-birinə əlaqələndirməliydim, onu doğru əlaqələndirməmişəm. Bax, bunları çoxlu-çoxlu problemlər var da, mən burada hamısını saymaq istəmirəm, vaxtımız çox getməsin və sizi yormayım. Yəni, analiz etmək odur ki, bir məsələni götürürsən, parçalayırsan hissələrə. Mən bunun hansı hissələrini və nə səbəbə mən bunu başa düşməmişəm. Sonra onu təzədən birləşdirirsən. Çox gözəl bir nəticə olur. Bir dənə də hətta mən təklif edirəm ki, bir səhv dəftəriniz olsun. Yəni səhvlərin qeyd edəsiniz. Tamam ki, topluda filancı sualda mənim səhvim olub. Və yaxud da ki, səhv dəftərini tutmazsınızsa, ən azından həmin o topludakı sualların testin üstündə işarə qoyursunuz. Xüsusi bir işarə olur ki, məsələn, bu sualı mən həll edə bilməmişəm. 100 dənə sualdan 10 dənəsini eləyə bilməmişəm. Və müəllimə bunu sordum, müəllim bunu həll elədi. İndi müəllim həll elədi, sən də başa düşdün. İşte bu bitmədi. Sən onu gətirib təzədən evdə onu ən az o 10 dənə sualı 3 dəfə heç olmasa eləməlisən. Və ya mən bunu uşaqlara belə deyirəm, 3 gün axşam yeməyindən sonra dərman kimi. Hə, o ta ki sənə oturana qədər. Yəni başa düşmə ayrı bir şeydir, qavramaq tam ayrı bir şeydir. Tam qavrayana qədər onu sən işləməlisən. Və ya Arif müəllim dediyi kimi suala yuxarıdan baxmaq yaranana qədər. Bir var ki, suala içərisindən baxırsan, qaranlıq bir yer kimi görsənir. Nə zaman ki, o sual sənə işıqlı görünməyə başladı, hər tərəfini görə bilirsən məsələnin. O zaman o deməkdir ki, sən yuxarıdan baxırsan. O çox əla bir şeydir və imtahana gedəndə sən artıq düşünməməlisən sualı. İmtahana gedəndə çox düşündünsə, stressə düşəcəksən. Ha. Aşağıda qeyd eləmişəm ki, beynimiz məlumatlar deyil, sistemi yadda saxlayır. Yəni biz çox məlumat oxumaqla deyil, sistemli. Sənin beynin öyrəşməlidir ki, mən hansı sistemlə öyrənirəm. Birinci, axşam gəlib bir dənə oxuyuram. Sonra səhəri gün ondan biraz test edirəm və yaxud da ki, üçüncü gün testlərə girişirəm. Əvvəlcə asan testlər edirəm, sonra çətin testlər edirəm. Nəsə bu sistemi quracağıq da, yəni dərs vaxtları bunları quracağıq. Əsas sistem yaratmaqdır. Sistem çox önəmli bir şeydir. Mən burada sizə öyrənmə texnikası olaraq 5 dənə texnika deyəcəm. Bu həmişə şagirdlərə dediyim üsuldur. Bunu eləyənlər həqiqətən uğur qazanırlar, həqiqətən. Eləməyənlər yarı yolda qalırlar. Bəzi uşaqlarda dediyim kimi belə öncədən onu sanki anadan gəlmə bilirlər və o şəkildə də o sistemi tətbiq edirlər, o texnikaları tətbiq edirlər. Hansı uşaqlar ki uğurludur, bilin ki, onun kafası sizin kafanızdan irəli deyil. Onun sadəcə texnikası doğrudur. O doğru texnika ilə gedir. Fərq bir dənə budur. Bir də ikinci fərq, kim fokuslana bilirsə, yəni dərsə oxumağa və ya dinləməyə fokuslana bilirsə, beyni fikri dağılmırsa, o uğurlu şagird olur. Bu fokuslama haqqında uşaqlar bir dənə də növbəti həftə bir seminar, webinar keçirəcəm. Bir dəfə keçirmişəm. İndi bilmirəm sizin aranızdan ora qatılan olub yoxsa yox. Bir dənə də o çox geniş bir mövzudur. Onun çox maraqlıdır həm də. Beynimizi tanıyacağıq orada. Orada qatılsanız özünüzü tanımış olacaqsınız və onda biləcəksiniz ki, aha, mən nə etməliyəm ki, mən yaxşı fokuslanım, yaxşı uğurlu olum. Hə, bunları bilmək lazımdır. Bəzi uşaqlarda anadan gəlmə olur, bəzilərində isə sonradan qurmaq lazımdır. Oxuduğunuzu əzbərləməkdir, bağlantı quraraq anlamaqdır. Bağlantı qurmaq yəni nə deməkdir? Bir şeylə nə iləsə əlaqələndirməlisən. Sadəcə əzbərləmək lazım deyil və məntiqi bir bağlantı olmalıdır. İndi ona toxunarıq. Oxuduğunuzu sadə dillə yazın və ya danışın. Məsələn, tam ki, siz bir abzası oxudunuz, sonra keçməyin o birisi abzasda. Öz-özünüzə başlayın deməyə. Mən bu abzasdan nə öyrəndim? Çalışın bağlayın. Oradan öyrəndiyinizi 3-5 cümləyə sığdırın, deyin. Yazmağınız biraz uzun çəkər, cümlə çəkər, amma danışmağınız rahat olar. Bu da şagirdlərə ağır gəlir ki, ay yox, bir də oturum bunu bir deyim, vaxtım gedir, mən oxuyum qurtarım. Xeyr, oxuyub qurtarmayın. Oxuyub qurtarmağa tələsməyin. Oxumağa çox vaxtınız getsin, narahat olmayın. Onu siz o vaxtı test həll eləyəndə qazanacaqsınız. Test həll eləyəndə çox sürətli gedəcək. Çünki tam yaxşı qavrayanda
Orada testi həll edəndə problem çıxmayanda artıq sən sürətlə gedə bilirsən. Yox, qavramadan testi keçirsənsə, hər addımda bir problem çıxır, təzədən qayıdırsan kitaba, dəftərə, axtarınca, tapınca sənin nə qədər vaxtın gedir. Elə həmin vaxtı burada sərf elə, yaxşı qavra. Həm də bir şey deyim, testdə sizin qarşınıza çıxan problemi kitabda, dəftərdə axtarıb tapırsınız ha. O çox yadda qalıcı olmur. O yadda qalıcı olmur. Amma öncədən qavrayıb öyrəndiyinizi, sonra testdə qarşınıza çıxır. Ha, mən bunu bayaq oxumuşdum və həll elədim. Bu artıq möhkəmləndirir. Test onu möhkəmləndirir. Bu bunun üçündür. Test möhkəmləndirmək üçündür. Yəni test öyrənmək üçün deyil hələ. Test möhkəmləndirmək üçündür. Öyrəndiyini möhkəmləndirmək üçündür. Hə, bir abzasda öz-özünə qaytardın, nə eləmişəm? Sonra təzədən keç o birisi abzasdan. Elə hissə-hissə, parça-parça. Bir dənə şagirdimiz, hə, bu bağlantı ilə bağlı belə bir şeydir. İndi bir şagirdin səsini sizə dinləndirəcəm. Bu şagirdimiz keçən il 4-cü qrupa hazırlaşan uşaq idi, amma qəbul olmayıb, ola bilməyib. Bu riyaziyyatdan da zəif idi, ona görə əsas bunu deyim ki, əsas riyaziyyatınızı güclü eləyin. Yəni kim aşağı sinifdədirsə, o şanslıdır 7-ci, 8-ci sinifdə. İndidən yaxşı bir riyaziyyat müəllimi yanına hazırlığa getməniz lazımdır. Bizim fan akademiyada gələ bilərsiniz. Orada yavaş-yavaş riyaziyyatınız yaxşı olsa fizika, kimya çox rahat olacaq. Biologiya da rahat olacaq sizin üçün. Mən bir şagirdimizin səsini dinlətdirəcəm sizə. Demək ki, mən həmişə uşaqlara bu əlaqə qurmaq məsələsi, bağlantı qurmaq məsələsini aşılayıram ki, boş əzbər olmasın. Boş əzbər 3 gündən sonra onun səhv anlamında da yadında qala bilər. Tamamilə tərsinə də deyə bilərsən ona, yadında qala bilər. Amma əlaqə quranda heç vaxt, yəni məntiqin özü onu tapıb sənə göstərir. Məsələn, oksidaşma reduksiya reaksiyasında çox adam çaşır. Reduksiya nədir, oksidaşma nədir? Reduksiya ingiliscəsində reduce sözündən götürülüb, burada yazmışam. Reduce azalmaqdır. Reduction azalma. Azaltmaq məslərdir. Reduction artıq azalma. Oxidation reduction deyirlər. Biz də oksidləşmə reduksiya deyirik. Reduce sözündən reduksiyanı götürmüşük. O əslində azalmanı ifadə edir. Nəyin azalması? Burada indi slaytda bunu yazan mənəm, xlor tələsi yolda. 0 bu xlorun üstündəki oksidləşmə dərəcəsidir. 0-dan gəlib xlor -1-ə. O üstündəki o 0 -1-ə nə olub? Azalıb. Yəni oksidləşmə dərəcəsi, yükü, bu yük 0, -1 yükdür də, yük azalıb. Bu reduksiya onu göstərir. Reduce sözü onu göstərir. Oksidləşmə dərəcəsi azaldı. Demək, harada azalma görürsən, məsələn, müsbət 5-dən müsbət 3-ə düşüb. Demək ki, bu reduksiya olub. Reduce sözündən. Demək ki, oksidləşmə də bunun təsiridir. Birini bildin, o birisini əzbərləməyə ehtiyac yoxdur. Nə zaman bəs 0-dan -1-ə gələr? Nə zaman aşağı düşər? 5 müsbət yükün var sizin. 5 dənə də mənfi yükünüz var. Tutalım ki, 5 protonunuz, 5 elektronunuz. Bizdə proton müsbətdir, elektron mənfidir. Mən sizə bir dənə elektron versəm, yəni mənfi yük versəm, nə olmuş olacaq? Sizdə mənfinin sayı artdı. 5 idi, oldu 6 dənə mənfi. Amma müsbətiniz yeni 5 qalıb. Hansı yük çox oldu? Mənfi. Nə qədər çox oldu? 1 dənə çox oldu. Demək, siz mənfi yükləndiniz. Demək ki, buradan başa düşürsən ki, elektron alanda, yəni mənfi yük alanda, mən mənfiləşirəm. Aşağı düşürəm. Reduce oluram. Oksidləşmə dərəcəm azalır. Demək, reduksiya oluram. O zaman elektron verəndə də müsbət olacaq. Oksidləşəcəm. İndi bizim bu şagirdimiz keçən qəbulla bilməyib, bu əlaqələri qura bilməyib də, beyni qarışıq idi. Riyaziyyat da elə, o birisi fəndə, bütün hamısı qarışıq idi. Və bu il ikinci dəfə hazırlaşmağa maddi imkanı olmadı deyə və kitab dükanında ona iş tapdıq, işləyir hal-hazırda və orada az-az məşğul olur özü üçün. Amma yenə də hədəfi var, qəbul olmağa. İndi anlayır ki, hə, o zamanlar mən bunu əlaqə qura-qura öyrənməmişəm. Boşuna əzbərləmişəm. Tez-tez əzbərimi təkrar eləmişəm. Amma faydası olmayıb. Sual həll edəndə faydası olmayıb. İndi o səsini istəyirəm ki, sizə dinlətdirəm. Anladım özümdən. Çünki həmişə az belə məsələn digərlərinə nisbətən ən az oksidləşmə reduksiya idi də mən bildiyim nöqtə.
Çünki bilmirəm, heç vaxt onu öz dərakəmdə başa düşə bilmirdim. Düşürdüm, təzə bir də unudurdum. Amma sonra uje nəsə bilmirəm, nəsə bir bağlantı qurdum elə bir sanki onunla ki, yəni məsələn adi tutaq ki deyirəm, xlorun sıfırdan -1-ə keçməsi. Yəni mən fikirləşirəm ki, bu adam məsələn neytraldır da. Bu adama hardasa bir mənfilik gəlir və bu adam yüklənir mənfi ilə. Yəni bu adam nəsə qıraqdan bir dənə mənfi alır. Yəni onu düşünərək mən dünən o sualı yazdım. Yəni həqiqətən deyirəm, çox sevindim ki, mən nəyləsə bağlantı quraraq yəni oxuya bilirəm də. Bu arada mənim eynisi riyaziyyata da aiddir. Yəni riyaziyyatda eyni tam elə yəni bəzi şeylər vardı ki, sadəcə və sadəcə yazırdım da, yəni həmən ərəfədə, hazırlıq ərəfəsində. Yəni çünki müəllimim bilimsel bağlantı qurmaq belə şeylər fikirləşmir. Dedi ki, sən ancaq yazmalısan, işte belə. Yəni mən onu özüm düşünürüm, öz dərakəmdə onu mən belə deyək də sualı bir sözlə özümə hopdurum. Yəni elə şey yox idi də o müəllimdə. İndi məsələn, adi biz indi faizlə işləyirik. Elə şeylər var ki, biz faizi müştəriyə deməliyik. Hər kəs açır kalkulyator falan. Mən otururam ki, beynimdə hesab edirəm. O qədər beynimdə demişəm ki, qıraqdan bir yansıtma gəlir, mən sıra cavab verirəm ki, bu qədər qiymət eləyir və hesablayıb düppədüzə deyirəm. Yəni çünki riyaziyyatla da bir bağ qurmuşam. Sanki o belə deyək, bəzi şeylər var ki, onu mən özüm fikirləşib deyə bilirəm də. Yəni həqiqətən çox gözəl bir hissdir bu. Və mən bunu siz həmişə deyirdiniz ki, yəni məsələn nəyisə düşünün, məsələn öz həyatınızda falan və elə başa düşün. Bunu həmişə deyirdiniz və həmişə dedim, hə mənim düz deyil başa düşdüm falan, amma görürəm ki, indi tam başa düşürəm. Yəni həqiqətən çox önəmli sizdə mənim çox dəyərli bir şəxsiz mənim üçün. Yəni sizin kimi bir müəllim mənim həyatımda olmağı bu həyatda mənim sanki 10 il hər şeydə qabaq atmaq deməkdir. Yəni hər şey sanki daha yaxşı şəkildə və Hə. Səsi eşidə bildiniz uşaqlar? Yaza bilərsiniz. İndi mənim dediyim kimi düşünməyə indi başlayıb. Yəni üzərindən keçib 6-7 ay, sentyabrdan bu yana işləyir. Və bəzən insana belə zaman lazım olur. Həmin anda stresli vaxtı sürətlə deyir ki, mən getməliyəm, qabağa mövzuları çatdırmalıyım falan. Bu müəllimin dediyinə ehtiyac yoxdur. Mən bunu tez-tez eləyim, gedim. Ha, deyir, riyaziyyat müəllimi deyir ki, ancaq sən yazmalısın, çoxlu tez yazmalısın. Çoxlu tez yazmaqla deyil, çox oxumaqla deyil. Sistemin yoxdursa, çox oxumağın faydası yoxdur. Hə, indi anlayıb ki, hə, Ələşmə müəllim mənə deyirdi, amma mən bunu çox da kale almamışım, türklədirmişim. Buradan keçək. Uşaqlar, yorucu olanda mənə bildirə bilərsiniz əslində. Mənim mesajlarım nədir? Deyəsən, mən çox vaxt alacağım. Bu birincisi idi. Birinci nə oldu? Oxuduğunu əzbərləmək deyil, bağlantı qurmaqdır. Və bir də ki, sadə dillə öz-özünə yığışdırmaq o mövzunu, kiçiltmək. Testdən mövzuya texnikası. Testlərdə səhv edə bilərsən. İmtahanda olsun və yaxud da ki, evdə elədiyin testlərdə biraz sürətli deməyə çalışacağam. Səhv etmək zəiflik deyil, əsas məsələ səhvi analiz etməmək zəiflikdir. Bax, bizim uğurlu şagirdlər həmişə o sualların üzərində bir dənə səhv var, onun üzərində düşünür, gəlir onu qurdalayır. Müəllim, bu niyə belə oldu, bu niyə belə oldu? Bəzən də həmin o 600-dən yuxarı bal toplayan uşaqlarımızda nə müşahidə eləmişəm? Birinci gətirir, qoyur kitabı qarşıma. Deyir ki, bax, mən bunları oxumuşam, amma burada bu cümlənin mənasını tam olaraq başa düşməmişəm. Bunu mənə izah edin. Və yaxud da ki, başa düşüb, deyir ki, mən bunu belə başa düşmüşəm. Düz başa düşmüşəm, yoxsa yox. Hələ başa düşüb, ha. Amma biraz şübhəsi var. Yəni, xırda şübhəni belə gətirir. Da səhvi demirəm, xırda şübhəni belə gətirir. Sonra, ola bilər ki, 2 dənə səhvi var, 2 sualda. 3 dənə də sualda səhv deyil, düz edib. Amma deyir ki, bir dənə də sizin metodunuza baxmaq istəyirəm. Bu məsələni görüm siz necə edirsiniz. Sonra seçir. Mənim metodum yaxşıdırsa onu seçir. Öz metodu beyninə daha yatqınsa deyir, yox, elə öz metodum yaxşıdır. Hə. Bax, bu uğurlu şagirdlər belə. Yəni, bir sualın üstündə, bir cümlənin üstündə, bir kəlmənin üstündə əsir. Onda onun beyni onu tam qavrayır. Yəni, məğzini, işin məğzini anlayırsan. İşin məğzini anlayanda sənin qarşına çoxlu testdə qoysalar, müxtəlif, onu fikirləşib tapa bilirsən.
Məsələn, bayaq müəllim dedi, toplunu işləmək, həm güvəni işləmək, o birisi kitablardan seçib işləmək. Bunlar bəzən elə şagirdlər var ki, toplu ilə də bitirə bilir işi. Niyə? Çünki məğzi anlayıbsa. Məsələn, mən müəllim olaraq bu məğzi anlamışam. Mən topludan başqa testlərə çox da özüm baxmıram da, şagirdlə bir yerdə baxıram. Təzə bir test gəlsə, onu biraz fikirləşib həll edə bilərəm. Çünki məğzi bilirəm. Amma o mənim üçün nə olsun təzədir? Birinci dəfədir görürəm. Düzdür, bütün sualları həll etməyə qadir deyilik. Amma yəni məğzi biləndə sənin həll edə bilmədiyin redki sual ola bilər. Sonra üçüncü taktika nədir? Bunlardan qeyd edə bilərsən. Və yaxud da ki, müəllim dedi ki, hə, rekord olunur. Səhv etdiyin və ya müəllimdən soruşduğun sualları işarələ. Bu sualları 3 gün axşam yeməyindən sonra təkrar-təkrar həll edib analiz edilməlidir. Həll edə bilməmsən 10 dənə sualı soruşmusan, bu onu müəllim izah elədi, qatlayır, uşaq gedir. Onu gedib evdə həmin sualları eləməlisən, özün eləməlisən, özününkiləşdirməlisən. Mən həll elədim, yəni sən başa düşdün. Amma bu hələ sənindir demək deyil. Bu hələ sənin olmayıb. Sən onu 3 gün sonra, bir həftə sonra təzədən qayıdacaqsan, bir həftə sonra görüm onu həll edə biləcəksənmi? Bir həftəyə nə qədər sən informasiya girəcəksən beyninə və hər fəndən, 5 dənə fəndən, 6 fəndən, sonra bir həftə sonra sən ona qaydanda onu sən həll edə biləcəksənmi? Bir aydan sonra həmin sual test, qəbul imtahanında və sınav imtahanında sənin qarşına həll edə biləcəksənmi? Həll edə bilməyəcəksənsə, onda o sənin deyil hələ, səninkiləşməyib. Aydındır? Məsələ həllində çox adamın, uşaqlarımızda görürəm, problemi nədir? Məsələni götürür, başdan ayağa oxuyur. Başdan ayağa oxuyur, sonra fikirləşir. Belə deyil, fizika məsələsində, kimya məsələsində, biologiya məsələsində belə şey yoxdur. Götürürsən, qeyd eləyərək yazırsan. Mən buna aid bir dənə, məsələn, nümunə burada hazırlamışam. İnşallah ki, taparam. Yox, dəqiqə. Şuna. Məsələ həll, məsələ. Məsələn, tutam ki, bir dənə məhlul məsələsidir. İndi burada bu məsələləri bilməyən də ola bilər, bilən də ola bilər aranızda, ancaq yolu göstərin. 300 qram 20% natrium xlorid məhlulu. Stop, mən dayandım. Mən məsələni oxumuram axıra qədər. Mən şəxsən bu yaşıma qədər məsələni axıra qədər oxumuram. Yazılıb 300 qram 20%-li 2%-dir. Mən həmən birinci onu tapıram, görüm orada nə qədər maddə var. 2%-i maddədir də. Qalanı da sudur. 300-ün 2%-ni tapıram. Deyirəm ki, 300 hamısı bir yerdədir də. Bu 100%-dir. Bu 2% neçə qram verir? Hə, bunu tapdım. 100 min 307, 100, x bərabərdir 6. 6 qram orada natrium xlorid duzu var. Qalanı sudur. 294 qram sudur. Hə, sonra da ki, 150 qram qalana qədər buxarlandırılıb. Ha, demək, məhlulunu 150, 300-dən 150-ni çıxanda nə qədər? 150 qalır. 150-si buxarlanıb, 150-si qalır. Mən burada bayaqlarım əslində buxarlanan sudur da, düz deyilmi? Onda mən belə deməyim də. Buxarlanan sudursa, məndə burada 200-dən 6-sı duzu idi axı. 294-ü su idi. Bundan 150-si buxarlandı. Duz buxarlanmayacaq ki, su buxarlanacaq. 4, 95, öz-özümə söhbət elə həll edirəm, ha. 95, 4. Yəni dedim ki, duz buxarlanmayacaq, su. O məntiqi özünə də təlqin edəcək, gedirsən. Demək 144 qram su qalır. 6 qram da duz buxarlamayı bax onun içərisindədir elə. Hə. Yerdə qalan məhlulum 150 qramdır. 6-sı duzdur, dəyişmədi. 144-ü sudur. Hə, indi deyir ki, yerdə sonra buxarlanan sonra alınan məhlulda həll olan maddənin kütlə payı. Həll olan maddəmiz 6-dır. Kütlə payını tapmaq üçün yəni neçə faizdir? 150, düstur zat istifadə eləmirəm, riyaziyyat düsturu istifadə eləmirəm. Məntiqlə nəyi başa düşmüşəm? 150 qram hamısı bir yerdədir. Biz sinifdə hamımız gələndə 100% oluruq, düzdür? Bu 150 qram da duz su hamısı bir yerdədir. Demək bu 100%dir. 100%dir. Onun içindəki duz neçə faizdir? 2%. Belə həll edirsən. Mən burada nəyə göstərmək istədim? Məsələni həll etmək istəmədim mən burada. Sadəcə olaraq mən necə həll elədim ona baxın. Mən belə məsələni həll edirəm, qayıdıram indi uşaq şagird
İkinci məsələni özü həll eləsin. Yenə də görürəm ki, bu metoddan bir şey götürmədi. Mən neylədim? Bura qədər oxudum. Sonra bunu tapdım. Sonra 150 qram qalana qədər buxarlandırdıqda, aha, burada yenə dayandım. O buxarlananda nə baş verir, o hissəni özüm üçün izah elədim və orada yerdə qalan falan hamısını tapdım, çıxartdım. Sonra məsələnin sualını oxudum. Baxın, 3 parçaya böldüm. Mən bunu belə parçaya bölməsəm mən həll edə bilmərəm. Uşaq nə edir? Bunu oxuyur, belə düşünür. Nə edəcəm mən? Yox, mən edəm. 10 dəqiqə fikirləş, 10 dəqiqə nə fikirləşsin? Nə varsa qeyd elə. Bax, məsələ həlli belə olmalıdır. Yaza özdə, beyində yox. Reaksiya isti effekti 892 kilojoule olsa 5 metan yananda. Aha, metan yanan zaman demək mən metanı yandırmalıyam. Yandırdım. Tənliyi həll eləməliyəm. Sonra tənliyi əmsallaşdırmalıyam. Əmsallaşma yaddan çıxsa heç nə. Sonra verilənləri yazıram. İstilik effekti hara yazılır? Deyirəm 892. Axıra qədər heç oxumamışım. Bura yanmanı gördüm, yandırdım. Sonra qayıtdım ki, istilik effekti var. Onu götürdüm, yazdım oraya. Kilojoule. Sonra da 5.6 litr metan. Gəlirəm metan üstünə. Hələ axırına oxumamışam. Zaman neçə kilojoule istilik ayrılır? Hə, 5.6 litrdən neçə kilojoule? X kilojoule. Üstünü yazmışamsa altında dolduram ki, bu 22.14 litrdir. 22.14-dən də mən görürəm ki, 892 alınır. Yəni, öz-özünə həll olundu. Mən heç nə fikirləşmədim. Yəni, kimyada məsələ həll edəndə heç nə fikirləşmirsən. Qeydləri elə gedirsən, özü həll olunur. Aydındır. Bunu tutarsa uşaq, niyə çətin gəlsin ki ona? İndi aranızda bəlkə bu anlayışlar bilməyənlər var, onlar üçün qarışıq gələ bilər, müəllim nə izah elədi deyə. Ancaq bilənlər bildi ki, nə qədər sadə yolla getdik biz. Mənim zamanıma az qalıb desin. Məsələni necə həll edəcək? Bunu da dedik. Kimya mətin deyil, mexanizm. Yəni, biz mexanizmi qurmalıyıq və getməliyik. Mətin deyil ki, axıra qədər oxuyan. Bax, bunu yadınıza salın. 5-ci, düsturdan, formuldan məntiqə texnikası. Məsələn, bizim uşaqlar, Arif onu təsdiq edər. Bir düstur öyrənir, tutam ki, V bərabərdir S bölünsün T. Bunun vahidini bilmir. Və ya vahidini bilirsə, bunun məntiqi nədir? Niyə vahid belə qurulub? Niyə düstur belə qurulub? Sadəcə əzbərləyir. Sadəcə əzbərlənən şey tətbiqdə çətinlik çəkəcəksiniz. Yəni, məsələn, birini eləyəcəksən, birini eləyəməyiz. 5-ini eləyə biləcəksənsə, birində yenə eləyəcəksən. Çünki orada məğzi, mahiyyəti başa düşməmsən. Çox oxuyan deyil, düzgün texnika ilə oxuyan qazanır. Düzgün istirahəti bacaran qazanır. Bax, bu istirahətin bacarılması, bu mövzuya gələn webinarda toxunacağım. İstirahət necə olmalıdır, necə fokuslanmalısınız, necə çalışmalısınız ki, sizdə alınsın, niyə oxuyursan yadında qalmır. Bax, bunlar beynimiz necə çalışır, beynin içərisində hansı proseslər gedir, nədən ləzzət alır beyin, niyə dərsdən ləzzət almır, telefondan ləzzət alır, hansı kimyəvi proseslər gedir ki, beynimizdə bizi yönləndirir elə telefona. Bax, bunlar üçün bir dənə qəşəng bir seminarım var. Gələn dəfə izləyərsiniz bizi. Gələn dəfə onu işləməyə çalışacağım. Ya gələn həftənin bu saatı olacaq, ya da növbəti həftənin ola bilər. Həyat müşahidələrinizi artırın. Bayaq yadıma düşdü, onu qeyd elədim. Yəni, həyatda baş verən çıxdınız çölə, səhər-səhər oldu, duman var. Bu duman nə üçündür, məsələn? Məsəl üçün deyirəm. Necə yaranır filan. Hər şeyi belə müşahidə etməyə çalışın və fərqindəliyiniz çox olsun. Çünki baxıram ki, kimyanın əvvəlində biz başlayanda maddədir, qarışıqlardır, evdə şirin çay qarışdırırsan, nə bilim, yeməkdir, bozbaşdır filandır, bişirmədir, düşürmədir, soyuma prosesidir, soyuducunun içərisində gedən proseslərdir. Bunlar bir müşahidə edin, bu nə baş verir burada? Bir özünüzə bir sual verin. Baxıram ki, həyatdan olan şeyləri uşaqlar bilmirlər. Ancaq istəyirlər ki, düstur olsun, onu həll etsinlər, hazır düstur. Həyatdan qarışıq nədir? Homogen qarışıq, heterogen qarışıq mənə izah eləyə bilmir. Həyatdan gördüyü şeylərdən deyirəm ha. Bu gördüyü şeyi sanki görmür. Sanki elə belə üstündən baxıb keçir. Yəni, fərqində olaraq yaşamaq lazımdır uşaqlar. Nə qədər çox fərqində, hər şeyə diqqətlə yanaşaq. Yediniz yemək, yedim mən bunu ağzıma qoydum. Burada nə baş verir? Özünüzə düşünün də.
Telefona baxa-baxa yemək yeyərsinizsə, bu həmin o qidaya da zülmdür və sizin orqanizminizdə gedən prosesi qurmuş olan Allaha da bir zülmdür. Yəni siz onu bir dənə ağzınıza bir tikə qoyandan sonra nə qədər kimya ağzımızın içərisindən tutmuş, ta ki bağırsağın son nöqtəsinə qədər hansı kimya proseslər gedir, bunu incələsək bəlkə bir saat çatmaz. Reaksiyalarını yazsaq. Hamısını mən bilmirəm, ancaq ki, yazsaq bilirəm ki, oraya gedib çıxacaq. Yəni mən bir neçəsini bilirəm. Burada bir neçə demək istədiyim bir şeylər var. Hə, vahidlər haqqında vaxtımız qalsaydı onlara da deyərdim. Qalsa deyərəm, mənə icazə versələr, Arif müəllimcim. Hətta deyərəm. Demək, əsas mən sizə indi 5 dənə texnika göstərdim, amma açın deyim ki, təkcə texnika yetərli deyil də. Sistem olmalıdır, yəni sistemli çalışma. Əsas fərq sistemdədir. Çoxunuz kimyadan zəif deyilsiniz əslində. Sadəcə nədir sizdə? Məsələn, bir formul öyrənirsən, biraz mövzudan bilirsən, biraz reaksiya bilirsən, amma bizim beynimiz məlumatlar yox, bunları əlaqələndirmək istəyir. Test həll eləyəndə bunları əlaqələndirə bilmir. Çünki dağınıq şəkildədir. Sistemli şəkildə yığılmayıb beynimizə. Və ona görə də beynimiz sualı həll eləyəndə ilişir. Onların arasında əlaqə qura bilmir. Çünki siz əlaqə qura-qura öyrənməmisiniz. Əlaqə qura-qura öyrənəndə, testdə görəndə o əlaqə tez yaranır. Çünki o sinirlər arasında, neyronlar arasındakı sinir sistemi ki var, əlaqə, şəbəkə, o bir dəfə yaranırsa, ikinci dəfə imtahan vaxtı o tez yaranır. Amma o əlaqə yaranmayıbsa, tutam ki, məlumatın biri bu tərəfdədir, biri bu tərəfdədir. Bunların arasında əlaqə yaratmamışıqsa, imtahan vaxtı stres altında o əlaqəni yarada bilmir. Beyni öyrənmək çox önəmli. Yəni, gələn dəfəki seminar çox önəmlidir və çox maraqlıdır. Beynimizi, yəni özümüzü tanımalıyıq. Beynimiz məlumatı istəmir, beynimiz əlaqəni axtarır. Bəzən bizə deyirlər ki, uşaqların bəzisi deyir ki, kimya mənli deyil, bəzisi deyir ki, fizika mənli deyil. Soruşam, riyaziyyatın yaxşıdır? Riyaziyyat yaxşıdır. Ola bilməz ki, fizika sənlik olmasın. Ola bilməz ki, kimya sənlik olmasın. Riyaziyyat yaxşıdırsa əgər. Demək ki, orada haradasa qırılma var. Ya dərs keçəndə məktəbdə, 7-ci sinifdə və ya 8-ci sinifdə, ya müəllim ucbatından, ya hansısa xəstə olmursan, bir müddət gəlməmişsən, orada əlaqə qırılıb mövzular arasında. Sonra sən başa düşmürsən. Gerisi gəlir ki, başa düşə bilmirsən o əlaqənin qırıldığı üçün. Sonra deyirsən ki, kimya mənlidir və yaxud da fizika mənlidir. Amma riyaziyyatı bilən üçün hər ikisi çox asandır. Ona görə riyaziyyatınızı yaxşı edin. Kimya zəka fənni deyil. Burada qeyd götürmüşəm özümə. Sistem fənnidir. Yəni, sistemin olsa elə fizikada elədir, biologiyada elədir. Biologiya düzdür. Əzbər daha çoxdur bizə nisbətən. Amma əlaqəli öyrənsən, sistemin olsa, o da asanlaşacaq. Çünki tibbdə çoxlu sizin öyrənəcəyiniz terminlər olacaq. Birinci kursda xüsusən dəhşət. İndidən o beyninizdə o qabiliyyəti yaratmalısınız. O qabiliyyət yaranmalıdır. Neçə ildə mənim gördüyüm odur ki, demək, çox oxuyan uğurlu olmur. Sistemli çalışa bilən uğurlu olur. O sistemi də inşallah biz sizə öyrədəcəyik. Amma gərək sözümüzə baxasınız. Sözümüzə baxmadınızsa heç nə. Bir neçədən vahid haqqında demək istəyirəm. Mən bu beynəlxalq təhsil sistemində də işləmişəm. SAT Subject Chemistry var idi əvvəllər. SAT kimya, ingiliscə. Sonra beynəlxalq IGCSE var. Özəl məktəblərdə keçən IB var. IB School bəlkə bilərsiniz. Onlarda məsələn bu çox yaxşıdır ki, indi bizim 7-ci, 8-ci siniflərdə artıq yeni kitablar o şəkildə qurulmağa başladı. Orada bizim də biraz əməyimiz var. Beynəlxalq sistemdə belə ki, vahid çox önəmlidir. Uşaqlar vahidi bilir, vahidin əsasında düsturu bilir. Biz düsturu bilirik, bizim uşaq. Amma vahidi çox da vecinə almır. Əsas məsələ vahiddir. Vahid hər şeyi, məğzini bizə göstərir. Onunla sən başa düşürsən. Və onunla başa düşən də bütün məsələ sənə rahat gəlir. Məsələn, tutam ki, bu qatılıqdır, molyar qatılıq deyirik. Molyar qatılıq, yəni 1 litrdə, məsələn, 1 litrlik qabdır. 1 litr suda tutam ki, neçə mol maddə var? Daha doğrusu 1 litr qabda, boş qabda. Tutam ki, 2 mol hidrogen qazı var. Deyirəm, indi bu hidrogenin qatılığı nə qədərdir? Bir dənə də bu birisi qabda deyirəm ki, yenə 1 litr qab götürmüşəm, boş qab, amma onun içərisinə 5 mol hidrogen qazı koymuşam. Hansında qatılıq çoxdur? Onu bax, bununla ölçürəm. 1 litrdə 2 mol olarsa,
və yaxud da ki 1 litrdə 5 mol olarsa, bu bölmədən öncə alınır ki, hansı daha çox qatıdır. 5 mol bölünsün litr. 5 mol bölünsün litr, yəni mənası odur ki, həmişə aşağıdakı 1 olur. 1 litrdə. Və yaxud da ki, sürət düsturu var. Aşağıdakı zamanda bilirsiniz, 1 saatdan. Yəni aşağı həmişə vahiddir, 1-dir. 1 litr, 1 saat. 1 saatda gedilən kilometr və ya metr. Bu oldu sənin sürətin. İndi kimyada da reaksiya sürəti var. Bunun vahidi nətər çıxardacaq? Məsələn, maşının sürətini ölçən, deyirsən 60 ilə gedir. Bu o deməkdir ki, 1 saatda 60 kilometr yol gedir. Bunu spidometr bunu ölçür. Bəs reaksiya gedən daxil yol yoxdur axı, getmir axı. Orada nəyi ölçürük? Orada reaksiyaya girən miqdarı ölçürük. Məsələn, tutalım ki, 1 saniyədə, bax burada zaman 1 saniyədə, bu reaksiya sürətinin düsturudur. 1 saniyədə nə qədər qatılıq sərf olundu? Hidrogenlə oksigen reaksiya girir, tutalım ki, hidrogen və oksigen. Bu hidrogen burada 1 saniyədə neçə mol reaksiya girəcək? Tutalım ki, 2 mol reaksiya girəcək. 2 mol bölünsün litr daha doğrusu. Qatılıqla ölçülür. Bunu da buradan çıxardanda nə olur? 2 mol bölünsün litr saniyə. Mən tələsirəm deyə biraz səliqəsiz şey elədim. Bax, bunun indi bu oldu sürətin düzü vahidi. Reaksiya sürətinin vahidi. Bu nə deməkdir? Dedim axı, aşağıda 1 olmalıdır. Bu nə deməkdir? 1 litrdə, 1 saniyədə neçə mol maddə reaksiya girir? 1 saniyədə 2 mol bölü litr maddə reaksiya edir. Və sıxlıq. Sıxlığı hamı bilir ki, rho bərabərdir m bölü m. Əzbərləyib tutdu. Amma mənası nədir? Başa düşmür. Sıxlıq çox görürəm ki, yaralı yerimizdir. Onu başa düşmək üçün bəzi məsələləri həll edə bilmir. Düsturla gedir, ilişir. Məntiq yoxdur axı. Məntiqlə başa düşməyib axı. Buradakı m nədir, v nədir? Bəziləri düzdür. Düsturu da əzbərləyəmir. Düsturu əzbərləyə bilməyənlər üçün bunu belə bir şey deyərdim. Bu ürəkdir. Bu da oradan çıxan oxdur. Rho bərabərdir. Yuxarısı m oldu, aşağısı v. Vahid həcmdə olan kütlə. Tutam ki, vahid həcm, tutam ki, 1 kub santimetr. 1 kub santimetr, yəni eni 1 santimetr, kub metrdir. 1 metr, hündürlüyü də 1 metr, eni də 1 metr. Bax, belə, belə. Bir də hündürlükdə 3 tərəf. Metr bir tərəfdir, kvadrat metr 2 tərəfdir, uzunluq n, kub metr bir dənə də hündürlüydür. Bunu görürəm ki, çox adam bilmir. 1 kub metr, yəni buranı bir təmizləyim. Burası 1 metr, burası 1 metr, bir də burası var. Burası 1 metr. Bu oldu 1 kub metr. 1 kub metr belə bir bak olsa, çən olsa, bu 1 ton su tutur. Demək, 1 kub metr 1 tona bərabər. 1 ton. 1 ton. 1 tonda neçə litr olur? 1000 litr. Kub metrdən litrin arasında əlaqə qurduq. Bu həcmdir. 1000 litr, 1 kub metr, bu həcmdir. Sıxlıq tapmaq istəyirəmsə, burada olan molekulların kütləsi, məsələn, suda 1 tondur, yəni 1000 qramdır. Suyun sıxlığı 1-dir, 1 tonu, 1000 litre ilə 1000 qramdır. 1000 litri 1000 kiloqramdır. Bu bərabərdir. Niyə sıxlığı 1-dir? Amma məsələn, başqa maddələrdə, məsələn, bal töksən oraya 1 kub metrlik çənə, o balın kütləsi 1000 kiloqram olmayacaq, olacaq 1500. Çünki onun sıxlığı 1.5-dir. Bu nə deməkdir? Yəni, onun 1 kub metrinə daha çox molekul yerləşir. Bir var ki, buraya məsələn 5 dənə molekul yerləşsin. Bir də var ki, 5 dənə yox, 15 dənə molekul yerləşir. Yəni, balda belədir, molekulun sayı çoxdur. Və ya hər molekulun kütləsi çoxdur, belə də ola bilər. Sıxlığı sadəcə belə də düşünmək olar. Sıx yerləşib molekullar. Sıx yerləşdiyi üçün buraya 15 dənə yerləşib. Amma sağ tərəfdəkində isə sıx yerləşməyiblər, aralı yerləşib deyə.
Az molekul yerləşir. Sıxlıq sözü Azərbaycandakı sıxlıq, yəni nə qədər sıx yerləşsə molekullar, orada həcmdə az tutmuş olur. Məsələn, tutalım ki, bunu belə izah etsin daha yaxşı olar. Tutalım ki, 1 litrli bir qabdır. Buradakı bu molekullarda. Mən o porşeni, yuxarıdakı porşeni və bu porşeni endirdim aşağı. Nə baş verəcək? Buradakı molekullar hamısı buraya yığışdı. Nəticədə nə oldu? Bir-birinə sıx yerləşmiş oldu. Hı. Sıxlıq anlayışı budur. Mən burada istəyirəm bitirəm, sözü verəm bioloji müəllimə. Siz çox görməyəm. Ruslan müəllim hazırdır. Uşaqlar suallarınız nə olsa siz buraya Müəllim, yazarsınız. olar Aha, buyurun. bir sual verək. Hə, buyurun. Qayda kitabı barəsində soruşacaqdım. Aha. Hansı kitabda Kimyadan, hazırlaşmaq üçün qayda kitabı? kimyadan o qədər kitab çıxıb ki, son vaxtda. Düz mənim özümün ilk dəfə yazdığım 2011-də yazdığım kitab var. Hələ də yaxşı gündəmdədir. Amma bu kitab məsələsini daha çox mən şagirdlərin özlərinə buraxıram ki, əgər hansısa bir kitabdan başlayıbsa və onun ruhuna uyğundursa, oradan öyrənə bilirsə, ondan davam edə bilər. Ə, Olmayanda da mən öz kitabımı məsləhət görürəm. Və ilk dəfə ən asan dildə yazan mən olmuşam və rəngli şəkildə. Ona görə hələ də o gündəmdədir. Amma yenə də şagirddən şagirdə dəyişir. Bəzi uşaq var ki, bir kitabdan yaxşı başa düşür, digərindən daha rahat olur. O dəyişir. Güvənin də kitabı var. Genişdir, kapsamlıdır, yaxşı suallar var içərisində. Yəni mövzunu oxudun, arxasınca sual qoyur sənə, açıq suallar ki, birbaşa hə yox cavab verirsən. O sənə oxuduğu təkrarlatdırır. Bu da var. Yəni oxumağı sevməyən onu istəmir. İstəyir ki, elə qısa bir şey olsun, keçsin. Amma oxuyub həqiqətən məğzini anlamaq istəyirsə, o yaxşı kitabdır. Başqa sual olan var? Sağ olun. Hı. Ruslan bəy, mən sözü verək. Necə, yenə də sualınız olsa, uşaqlar yazılı yazarsınız, oradan biz cavablandıralım. Oldu. Sağ olun. Təşəkkürlər. Mən də salamlayıram hər kəsi, bütün iştirakçıları. Biraz vaxt nöqteyi nəzərdən mən qısa məlumat vermək istəyirəm. Əlbəttə ki, bütün fənlərdən qaydalar çox bir-birinə oxşuyur. Aşağı-yuxarı həm fizika müəllimimiz, Arif müəllimin, həm Ələkbər müəllimin dediklərinə mən də qatılıram. Yəni, öyrənmə texnikalarında bizim fənlərimiz çox oxşuyur bir-birinə. Bizim fən, yəni biologiya fənni digərlərinə baxanda biraz daha humanitar ağırlıqlı olduğuna görə, yəni belə deyək də, nəzəri materiallar ağırlıqlı olduğuna görə, məsələ həlli, sonra bu düstur qayda, belə şeylər az olduğuna görə biraz daha yaddaş, güclü yaddaş tələb eləyir. Yəni, onun da bəzi fərqli yadda saxlama texnikaları var. Bunlara mən qısa toxunmaq istəyirəm. Birinci, dərsliklə çox qısa mən, yəni çox uzun məlumat vermişəm, çox qısa, yəqin ki, yorulub hamı biraz vaxt cəhətdən. Deməli, vəsaitlər cəhətdən uşaqlar, yəni qısa vaxtda istəyirəm bir faydalı bir neçə mövzuya toxunum, faydalı bir neçə məsələ işıqlandırım məsələni. Deməli, dərsliklər barədə biologiya digər fənlərdə fərqli ola bilər, amma biologiyada orta məktəb dərslikləri bəs edir, yəni yeni çıxan dərsliklər də var. Əlaqəli şəkildə həm yeni çıxan aşağı sinifdə yeni çıxan dərslikləri, həm də yuxarı sinifin əvvəldən olan ənənəvi dərslikləri ilə hazırlaşmaq bəhs edir. Yəni əlavə vəsaitdən heç bir sual düşmür. Orta məktəb dərsliyində olmayan heç bir şey qəbul imtahanı düşə bilməz. Daha doğrusu orada orta məktəb dərsindən kənardan heç bir şey düşə bilməz. Yəni nə düşəcəksə, indiyə qədər bu belə olubdu. Yəni illərdir ki, bu işin içində belə olubdu. Yəni orta məktəb kitabında nə varsa o düşür o dərsliklərə də. Daha doğrusu imtahanıdır, dimin imtahanlarına. Sonra test bankı olaraq da əlbəttə ki, dimin test bankı, Dövlət İmtahan Mərkəzinin test bankı, birinci, ikinci hissələr. Bunlardan işləmək daha məsləhətlidir. Tək din bəhs eləmir, yəni həm həcm olaraq, həm də fərqli olaraq güvən nəşriyyatının testlərindən də istifadə edə bilərik. Mən yəni şagirdlərimə bu ikisindən istifadə edirəm. Bir də əlbəttə ki, əvvəlki illərdə DİM-in keçirdiyi sınav imtahanları, əvvəlki illərin qəbul imtahanları,
güvən keçirdiyi sınav imtahanlarının testlərini əlavə şəkildə işləyirik, mövzuların hamısını keçib qurtardıqdan sonra. Sonra testimiz qalmazsa mənim özümün yazdığım bir test bazam var. Oradan mən uşaqlara testlər verirəm, işləyirik bunları. Yəni testlər bu şəkildə güvən və Dövlət İmtahan Mərkəzinin testləri kifayət eləyir. Vəsaitlə məktəb dərsliyi. Digər özəl kursların vəsaitlərini alır uşaqlar. Məsələn, Kasbinin, Hədəfin vəsaiti var, Güvənin dərs vəsaiti var. Yəni mən yəni bunları bir məsləhət bilmirəm. Çünki uşaqlarda belə bir baş qarışıqlığı yaradır, yəni. Yəni orta məktəb dərsliyi olduqda zaten onlar özəl kursların dərslikləri də orta məktəb dərsliklərinin bir sıxışdırılmış variantıdır. Orta məktəb dərslikləri bəs eləyir. Sonra hazırlaşmaq məsələsində əsasən şəkillərə, sxemlərə uşaqlar fikir vermirlər. Bu 4-cü qrupda məsələn biologiyada yaralı yerlərimizdən biridir. Uşaqlar məsələn test düşür deyir ki, müəllim bu kitabda yoxdur. Deyirəm bax məsələn filan şəkildə bu test var. Ola bilər dərsin içində yazılmayıbdı, amma şəklin içində bu məlumat var. Şəklə baxmırlar. Hətta mən uşaqlara həmişə deyirəm, bax, alimlərin şəkilləri olur, alimlərin şəkillərinin altında bir qısa məlumat yazılır, oradan belə gəlib test düşür, yəni. Bunlara belə diqqət eləmək lazımdır. Yəni, dərsin içində, məsələn, situasiya tipli suallar olur, məsələn, dərsliyin sonunda fəaliyyət, sonra bu cür çalışmalar var, məktəb dərsliklərinin paragraflarının sonunda. Kitabda məsələn paragrafın içində olmayan bir məlumat da olur orada məsəl üçün yazırlar bəzən. Bunları belə işləmək lazımdır. Bunlara belə diqqət eləmək lazımdır. Əgər 4-cü qrupda həkimliyi seçmişsə bir adam, həkim olmağı qarşısında məqsəd qoyubsa, bunlara fikir vermək lazımdır. Sonra deməli testlərin imtahanda götürüb biz baxsaq, məsəl üçün əvvəlki illərin qəbul suallarına görərik ki, konkret bir mövzudan sual düşmür. Sualların böyük əksəriyyəti mövzuların arasında əlaqədən və fənlərdən arasında əlaqədən düşür. Məsələn, botanika, zoologiya, ümumi biologiya bunlardan elə test olur ki, üçünü də əhatə eləyir. Yəni şagird bayaq müəllimlərin də qeyd elədiyi kimi bunları əlaqələndirməyi bacarmalıdır. Yəni təkcə məlumatı mexaniki olaraq yadda saxlamaqla test həll eləmək olmur, yəni. Sonra bir də bu şagirdlərin test işləmə bacarığını yaxşılaşdırmaqdan ötürü mən arada bir tətbiq edirəm o şagirdlərə. Şagirdlər biraz belə deyək də əziyyət çəkməyi sevməyən şagirdlər üçün biraz çətin işdir. Şagird özünün test yazmağı, yəni deyirəm ki, bax, məsələn, tapşırıq verirəm və deyirəm ki, test tərtib elə gətir, yəni, test tərtib elə. Elə bir ki, məsəl üçün, sən müəllimsən, şagirdlərin var, onları imtahan eləmək üçün test yazırsan. Bu, şagirddə, belə deyək, əgər test yazsa, başa düşmədiyi testləri həll etməkdə kömək eləyir. Yəni, o testin içində test yazanda hansı məsələlərə diqqət eləmək lazımdır. Məsələn, bir düz cavab yazmalıdır, 4 dənə səhv cavab yazmalıdır. Burada şagirdin diqqətini artırır bu. Burada məsəl üçün bu cür test işləyən şagirdlərdə, test yazan şagirdlərdə bildiyi testləri səhv eləmək, sonra testi başa düşməmək olmur, yəni. O sahəni inkişaf elətdirir. Sonra şagirdlərə tövsiyəmiz odur ki, mütəmadi sınaq imtahanlarında iştirak eləsinlər. Xüsusilə 10-cu 11-ci sinif şagirdləri. Yəni, sınaqlarda iştirak eləməklə təkcə elə getdim, imtahanda iştirak elədim, balım bu qədər oldu, yox. Yəni, bütün səhv elədikləri hər sualın üstündə işləsinlər. Mən bunu niyə səhv yazdım? Mən bu sualı bilirdim, bilə-bilə bunu niyə səhv yazdım? Bu cür diqqətsizlik səhvlərini, sonra və yaxud da ki, nəzəri olaraq bilmədikləri səhvlərin üzərində işləsinlər. Sınaqlardan, hətta müxtəlif kursların sınaqlarında iştirak eləsinlər. Məsələn, güvən sual tərtibatı başqa cürdür. İndi OTK imtahanı var. OTK-nın sual tərtibatı başqa cürdür. Kasbin imtahanı var, Hədəfin imtahanı var. Bacarıb il ərzində hamısında iştirak eləsinlər ki, fərqli sual tipləri görmüş olsunlar və bu da onların belə deyək də testlərin içində itib batmağın qarşısını alasıdır. Yəni, sabahların qəbul imtahanında nə cür tipdə sual düşsə, o sualın içindən çıxa biləcəklər. Sonra test işləmək qaydası, test işləmək, imtahan işləmək özü bir, belə deyək də, bir bacarıqdır, bir strategiyadır, yəni. İmtahanda işləməyin qaydaları var. İmtahanda, məsələn, sualı tələsi oxumaq olmaz. Sualı başından sonunacan başa düşmək lazımdır, ondan sonra cavab vermək lazımdır. Sualı əgər başa düşmürsənsə, cavablarına baxmalısan. Əgər qapalı testdirsə, cavablarına baxmalısan. Cavablarına baxanda orada sualı başa düşə bilərsən. Əmin olduqdan sonra, lap %100 əmin olduqdan sonra sualın cavabını qaralamaq lazımdır. Arada qalan suallarda da mən həmişə şagirdlər deyirəm ki, olur da belə, məsələn, arada qalmısan, B ilə C-nin arasında qalmısan, %60 hansına sənin bir
yönəlmə meylin varsa onu qarala yəni. Sonra bunları da qeyd elədik. Sonra bir də ev testlərində, evə verilən testlərdə səhvləri araşdırmaq. Bayaq müəllimlər də qeyd elədi. Mən də bunun üstündə dururam. Səhvlərin qeydiyyatını aparmaq. Məsəl üçün, tutaq ki, bu bölməni keçdik. Məsələn deyirəm, tutaq ki, nə bilim, insanda həzm sistemini keçdik. Müəllim evə mənə verdi 150 dənə test. Bu 150 testdən mən neçəsini səhv elədim. Yəni evdə ön üstə cavabları var da, özünüz yoxlayırsınız. Və bu səhvlərim nədən irəli gəldi? Şagird oturub bunun analizini eləməlidir, yəni. Yəni uşaqlar deyəcək ki, bəli, biz 6 fəndən hazırlaşırıq, vaxtımız sinirlidir, vaxtımız belə deyək də qısıtlıdır, azdır vaxtımız, orta məktəb dərsinə gedirik. Amma uşaqlar bu 4-cü qrupda yəni ən yüksək nəticə toplamaq istəyirsə, yəni 4-cü qrupa hazırlaşan abituriyentin bir dəqiqədə boş vaxtı olmalı deyil. İstirahət, iş, məşğələ sistemini elə qurmaq lazımdır ki, bunların hamısına vaxt çatsın. Sabahlarım siz tibb universitetində oxuyacaqsınız. Saat 4-də dərsdən çıxacaqsınız. Axşam saat 4-də, 5-də dərsdən çıxacaqsınız. Sabahsı günə də 100 səhifə dərs hazırlamaq lazımdır. Yəni bu ağır sistemə indidən hazırlaşmaq lazımdır. Yəni indi deməyin ki, bu nə bilim biz belə ağır sistemdən oxuya bilmərik. Yəni o testləri analiz eləməyə də vaxt tapmaq lazımdır. Yəni qarşısına qoyduğumuz hədəf yüksək hədəfdir. 4-cü qrupda yüksək bal toplamaq yüksək hədəfdir. Bundan ötürü gündə 2 saat, 3 saat çalışmaqla bu hədəfə çatmaq mümkün deyil. Nə qədər istedadlı olsan da, əlbəttə ki, yüksək çalışmaq lazımdır. Bunları bilirsiniz, çox vaxt aparmıram bu sahədə. Sonra bir də ən belə deyək də uşaqların çoxsun elədiyi səhvdir bu. Bayaq müəllimlər də qeyd elədi. Mən də bir də üstünü vurğulamaq istəyirəm ki, məsəl üçün ikinci gün tutaq ki, biologiya müəllimi hazırlığı keçir, şagird gedir evə, bir də hazırlığı 5-ci gündür. Biologiya bir də yada düşür 4-cü gün axşam. Yəni ikinci gündən 4-cü günə qədər o aradakı vaxta baxmırlar. Yaxşı olar ki, biz də bəli başa düşürük vaxt qısıtlıdır, amma yaxşı olar ki, gedib həmin gün heç olmasa bir 2 dəfə dərsi oxuyasınız, bir başa düşməyə çalışasınız. Bir də günlərə yaymağa çalışasınız. Test həllini də, sonra dərsin oxumağın belə deyək də o nəzəri hissəni öyrənməyin vaxtında günlərə yaymağa çalışasınız. Sonra ixtisas seçimindən mən bir neçə kəlmə demək istəyirəm. 4-cü qrupda bilirsiniz, çoxlu ixtisaslar var. Bir neçə ildir ki, bunların sayı artırılıbdır. Amma uşaqlar ixtisas seçəndə çox vaxt valideynlərin də buna baskısı olur. Valideynlərin, ətrafın, qonşu nə digər söhbətinin də baskısı olur. Məsəl üçün, uşaqlar var ki, mən illərdir bunu görürəm, yəni. Məsələn, deyir ki, yəni, tibb universiteti olsun, ixtisas nə olur olsun. Ad olsun ki, mən tibb universitetinə girdim. Valideyn deyir ki, ad olsun ki, mən dostların, qohumların içində deyim ki, mənim uşağım tibb universitetinə giribdir. Hansı ixtisas olur olsun. Belə yanaşmayaq, xahiş edirəm məsələyə. Uşaqlar indi gəl az qalıb, bir neçə aydan sonra ixtisas seçimində olacaq. Tibb universitetinə müxtəlif ballara, keçid balları olan ixtisaslar var. Universitet daxili, məsəl üçün, valideynlər fikirləşir ki, mən yazım tutaq ki, tibb bacısı işini, sonra nətərsə bir yolla tapıb perevod eləyərik. Bu da çox çətin məsələdir. Yəni, perevod elədikdə həmin perevod olan ixtisasın balına baxılır. Yəni, tutaq ki, məsəl üçün, tibbin balı, məsəl üçün, müalicə işi deyək də, köhnə müalicə işinin balı, məsələn, 650 olubsa, sən də toplamısan 605 balla girmişsən ictimai tibbə, ictimai səhiyyəyə, oradan sənin tibb ixtisasına, belə deyək də, perevod deyək də, keçid eləməyin çox çətindir, yəni mümkünsüzə yaxın bir şeydir. Və yaxud da deyirlər ki, ictimai tibbi seçsin, sonra gələcəkdə ixtisas dəyişib, nə bilim, həkimlik. Bunlar da çox çətindir. Əvvəl bunlar olurdu, amma indi son vaxtlarda bunlara çox diqqət eləyirlər. Yəni belə şeylər mümkün deyil. Hər ixtisasın profilində nə yazılıbdırsa, şagirdlər, tələbələr həmin ixtisasın profilində işləyə bilərlər. Yəni ictimai tibbi bitirib aparat həkimi olmaq mümkün deyil. Məsələn, köhnədən belə şeylər çox yayılmışdı. Ona görə də ixtisas seçən zaman diqqətli olmaq lazımdır. Əgər o gücü özünüzdə hiss edirsinizsə, məsəl üçün, ikinci il hazırlaşmaq daha yaxşı bir variantdır. Məsəl üçün, birinci il gedib sevmədiyiniz, istəmədiyiniz bir ixtisasda oxumaqdansa, biraz da gücü də güc qatıb, üstünə biraz bal qoyub, ikinci il hazırlaşmaq, daha da bir təcrübə toplayıb, ikinci il arzuladığınız yerə sənəd vermək daha məsləhətlidir mənim fikrimcə. Son illərdə, məsəl üçün, son ildə, məsələn, bu illərim qızlar üçün də, məsələn, hərbi həkimliyi mən qeyd edə bilərəm. Oğlanlar, məsələn, biraz az bal yığan oğlanların çoxsu ora yönəlir. Hərbi həkimlik də eyni mülki həkimlikdəki kimi ixtisaslardır. Sadəcə siz hərbiçi olursunuz, hərbi sistemdə işləyirsiniz. Yəni, ürək cərrahı, orada da ürək cərrahı olur. Sadəcə hərbiçilər hərbi hospitallarda işləyir, yəni. Ona görə bu da, yəni, həkimlikdir, yəni, bu da
çox məsləhətli belə ki, oxumaq lazım olan ixtisaslardan biridir. Bu illərin qızlar üçün açılıbdır hərbi tibb və artıq qızlar da sənəd verə biləcəklər. Ona görə biraz yəni o yüksək bal toplaya bilməyən şagirdlər ruhdan düşməsinlər. Onlar da o belə deyək də bu il gələn növbəti illərdə qızlar üçün də hərbi tibb ixtisasları mövcuddur. Orada sənəd verib oxuya bilərlər. Sonra bir də stomatologiyada məsələn, stomatologiyanı seçən zaman çox diqqətli olmaq lazımdır. Stomatologiya təkcə nəzəri biliklərlə işlənəcək bir ixtisas deyil. Stomatologiya elə bir ixtisas ki, burada güclü əl qabiliyyəti də lazımdır. Yəni kim ki bu bacarıqları özündə hiss eləyir, ondan sonra məsələn cərrahlıq da belədir. Bu ixtisasları seçən zaman şagirdin, abituriyentin bu bacarıqlarına da fikir vermək lazımdır ki, bu bacarığı özündə hiss eləyirsə əgər, yəni bir insanın tutaq ki, dişində o millimetrik belə deyək də əməliyyatları, millimetrik düzəltmələri eləyə biləcəksə bunu seçsin. Sonra bir də uşaqlar məsəl üçün 400 bal yığıbsa bir şagird, məsələn, həm blok, həm buraxılışdan 400 bal yığıbsa, bu artıq növbəti il hazırlaşıb belə deyək də 650 bal yığacağı biraz az inandırıcıdır. Yəni belə hallar çox az olur. Ona görə realist olmaq lazımdır. E, yəni tibb ixtisasları elədir ki, yüksək ballar hamımız bilirik, keçid ballarını. Keçid balları dəyişə bilir, bəli. Bu ən çox bu asılıdır dövlətin verdiyi sifarişdən. Məsəl üçün, dövlət tibb ixtisasına, məsələn, müalicə edirik də köhnədən 300 nəfər sifariş verdikdə, bunun keçid balı olacaq, məsəl üçün, deyirəm, 650, amma tutaq ki, 500 nəfər dövlət sifariş verərsə, növbəti ildə 500 nəfər sifariş verərsə, əlbəttə ki, bu balda emmə olacaqdır. Yəni, bu müsabiqə vəziyyətindən asılı olan bir vəziyyətdir. İxtisas seçən zaman, əlbəttə ki, ixtisas seçən müəllimlər buna diqqət edirlər. Bayaq dediyim məsələni də sonda qeyd edeyim, çox belə vaxtınızı almayayım. Deməli, yəni hadisələr real qiymətləndirmək də əsaslıdır. Yəni belə deyək, şagird imtahanlarda artıq sınav imtahanlarında məsələn 500 bala gəlib çata bilmirsə, tibb sahəsində israr eləmək biraz yəni nətər deyim, məntiqli deyil. Hə, biraz üstünə bal qoyub bəlkə də başqa bir tibbin belə deyək, aşağı ballı ixtisaslarına qəbul ola bilər. Digər ixtisaslarını da mən belə deyək də əczaçılıqdır, tibbi biologiya deyək, ictimai səhiyyədir. Bunlar da yaxşı ixtisaslardır, asan iş tapılan ixtisaslardır. İxtisasların profillərini internetdən girib oxuya bilərsiniz ki, bu ixtisası bitirən insanlar harda işləyə bilər. Bunlar da çox yaxşı ixtisaslardır, yəni ruhdan düşməmək lazımdır. Müəyyən bir bal həddini keçəndə bu ixtisaslara da düşmək olur. Hərbi tibbi oxumaq da çox yaxşıdır. Hərbi tibbdən sonra belə deyək də eyni işi görürlər. Sadəcə bunlar bu hərbi tibbi bitirənlərdə hərbi rütbə də verirlər, hərbi rütbə alır. Yəni bunlar hərbiçi həkim olurlar. Yəni bilirsiniz, yəni bu sahədə işləyənlər, qohumları, valideynləri olan varsa bilir yəni. Eyni ixtisaslarda eyni dərsi görürlər, eyni tədrisi görürlər və çox da belə də şərəfli ixtisaslardır, peşədir hərbi həkimlikdə. Buna da yönəlməyizi məsləhət bilirik biz əlbəttə ki, ikinci il bayaq bir nəfər sual verdi, ikinci il hazırlaşmaqdansa yoxsa hərbi həkimlik. Bu bala baxır, məsəl üçün keçid balı ilə arada şagirdin topladığı bal çox fərqlidirsə, məsələn, tibbin keçid balından çox uzaqdadırsa, hərbi tibbə də düşürsə, yəni hərbi tibb oxumaq daha məsləhətlidir. Bu qədər mənim deyəcəklərim də vaxt azlığından çox da geniş tutmadım mən. Yenə şagirdlərinə sual olarsa, bura mən qeyd edə bilərəm. Sonda bizim bir ixtisas seçən zaman diqqətli olmaq məsələsinə bir haşiyə çıxım. Mənim illər öncə bir şagirdim var idi. İxtisas seçəndə 4-cü qrupda gəldi. Balı az idi, 550-lərdə idi balı. Gəldi, ancaq pulsuz tibb yazdı. İngiliscə tibb, Azərbaycanca tibb yazdı. Mən çox ona, valideynlə də ona da belə deyək də, məsləhət bildim ki, ictimai tibb yazaq, sonra əczaçılıq yazaq. Qız dedi ki, yox, yazmıram. Mən ancaq həkimlik oxuyacam. Və sonra getdi, kəsildi. Əlbəttə düşmədi. Yəni, mən dediyim ki, düşməyəcək. Yəni, valideynlə də dedim. Sonra amma elə bir hadisə oldu ki, oktyabr ayında buna elə bir ki, bir boş yer yarandı tibb universitetində. Şagirdin biri imtina elədi, tələbənin biri. Və çöldə qalan, ən yüksək bal toplayaraq kənarda qalan şagirdi seçib ora dim yerləşdirdi. Həmin şagird də bu qız oldu, yəni. Yəni o az bal toplamasına baxmayaraq tam bir belə deyək də təsadüf deyək, bəxt deyək, o nəticədə gəldi tibb universitetinin tələbəsi oldu.
Yəqin ki, bu il indi 6-cı kursda oxuyur. 2020-ci ildə olmuş bir hadisə idi bu. Onun mənə yazdığı mesaj var. İndi mən o mesajı qrupa atacağam, oxuyarsınız orada da. Hadisə necə olubsa yəni. Yəni ona görə deyirəm, məsələn, əgər o qız orada bir tutaq ki, daha aşağı ballı bir ixtisas yazsaydı, istəmədiyi bir ixtisas yazsaydı, gedəcəkdi, o ixtisasda oxuyacaqdı, həyatı tamam başqa yöndə inkişaf eləyəcəkdi. Amma öz sözün üstündə israrlı şəkildə durdu, dedi ki, müəllim mən gələn hazırlaşsam, girməsəm də gələn hazırlaşsam, mənim məqsədim həkim olmaqdır, tibb oxumaqdır və Allah da ona elə bir yol açdı, yəni oradan o cür yəni nəticə əldə elədi. Hamımıza uğurlar arzu edirik uşaqlar. Yəni istedad qədər çalışmaq da çox önəmlidir. Yəni siz çalışın, nəticə olacaq Allah qoysa, faydalı şəkildə çalışmaq lazımdır. Yəni bir dəqiqəni belə boşa vermək olmaz. İstəyir, yəni xüsusilə 10-cu 11-ci sinif şagirdlərinə deyirəm. Bir də aşağı sinif şagirdlərinə deyirəm ki, aşağı siniflərdən siz əgər hədəf qoymusunuzsa, aşağı sinifdən 8-ci, 9-cu sinifdən artıq yol almağa başlamaq lazımdır. Öz sinifinizə qədər olan proqramları mənimsəməyə başlamaq lazımdır. Hər bir uğurlar, valideynlərin, şagirdlərin çəkdiyi əziyyətlərin heç biri boşa getməz inşallah. Təşəkkür edirik Rüstam müəllim. Çox xoş oldu. Buyurun. Əkbər müəllim çox gözəl danışdı. Rüstam müəllim çox gözəl məsləhətləri verdi. Çox sağ olun. Bir soruşurlar ki, sürət qrupları olacaqmı? Əkbər müəllim, Rüstam müəllim, bir soruşurlar ki, mart ayından sürət qrupları olacaqmı? Yəni 11-ci siniflər bəzi zəif olur və ya yeni ikinci bir müəllim kimi bir şeylər olur. Normalda fizikada olacaq. Bəli, mart ayının ortalarından başlayır. Amma Ələkbər müəllim də bir fikrini bildirsin, zəhmət olmasa. Rüstam müəllim, sizdə də olacaqmı sürət qrupları? O haqda da bir zəhmət olmasa fikir bildirərsiniz. Yəni bütün Eləmək bölmələr istəyirik. Yəni, olar, var belə. neden olmasın? Hı -hı. Eləmək olar müəllim, bəli, əlbəttə. İnşallah. İnşallah. Bizə də normalda mart ayının 15-dən sonra sürətli şəkildə təkrar başlayıb bütün bölmələr keçirilir. Bütün müəllimlərin elə bir planı olur. Yəni olan müəllimlər var. İndi bizim Ələkbər müəllimdə də olacaq, Ruslan müəllimdə də olacaq. Hər birinizə təşəkkür edirik. Biz əlimizdən Əlbəttə, gəldiyi qədər sağ olun. sualları qrupa yazsalar yaxşı olar. Orada biz cavablandırarıq. Burada Burada da yazırlar. sual verə bilərlər Əkbər müəllim, əgər Burada qalır. vaxtınız varsa sualı cavablandırasınız və indi yorğun olanlar çıxa bilər, amma çox Ona vacib görə həqiqətən də suallar verilir. Yaxşı suallar olur. Sualları olanlar varsa Əkbər müəllim, ondan sonra Rüstam müəllim, qrupa onları yazarlar. cavablandırsınlar. Varsa uşaqlar açıb mikrofonu suallarınızı verə bilərsiniz. 8-ci siniflər xeyr. 8-ci siniflər biraz sürət qrupları 10-11-ci siniflər üçün də biraz ağır olur da. Yəni ona görə çətin olur. Biraz çətin bölmələrə girir, amma yenə ancaq yenə nisbətən 10-10-cu siniflər qoşula bilər. Bəli, 10-11-ci siniflər qoşula bilərlər sürət qruplarına. Başqa sual olan varmı? Olmayanlar qrupa yazsınlar. Yəni qrupdan yazıb soruşa bilərsiniz, məlumat ala bilərsiniz. Mən bəs genetika mühəndisliyi necə seçimdə? Biraz möhkəm verin, Ruslan müəllim, sizə bu genetika ilə əlaqədar sual verildi. Bəli, eşidə bilmədim. Mən bəs genetika mühəndisliyi necə seçimdə? Bax, mən yəni çox realist insanım da, yəni ixtisas olaraq genetik mühəndislik çox yaxşıdır, bəli, yaxşı ixtisasdır, gələcək olan ixtisaslardan biridir. Amma bunu mən deyirəm, yəni bax, ixtisas seçən zaman bu yaxın 3-4 ilə oxuyacağım universitetə, yaşayacağım şəhərə baxmır uşaqlar. Uşaq deyirkən mən var belə uşaqlar da, yəni mən Bakı olsun, hara olur olsun, buna baxmayaq. Yəni Azərbaycan reallığında məsəl üçün siz fikirləşin ki, axtarın ki, bax bu ixtisası mən bitirib harda işləyə bilərəm. İnternetdə yazanda hamısı çıxır. Məsələn, bu ixtisasa aid iş sahələri haradır? Azərbaycanda bu sahəyə tələbat varmı? Məsələn, genetika mühəndisliyi çox yaxşı sahədir, bəli. Dünya universitetlərində məsələn elmi tədqiqatlar aparmaq üçün, sonra tibb universitetlərində məsələn dünyanın elmi tədqiqatları aparmaq üçün gələcəkdə çox yaxşı ixtisasdır, önü açıq bir ixtisasdır. Amma reallıq olaraq deyək ki, bu saat bizim ölkəmizdə bu biraz hələ ki çətin məsələdir. Məsələn, tutaq ki, fikirləşin ki, 5 il sonra mən bu ixtisası bitirib diplom əlimdə gəlmişəm və mən hara müraciət edəcəm, yəni. Bunu fikirləşmək lazımdır. Xaricdə məsələn təhsilinizi davam etdirə bilsəz, bu sahədə çox gözəl sahədir. Əlbəttə ki, mən aşağı sinif şagirdlərinə bir də buradan dil öyrənməyi də tövsiyə edirəm. Yəni indi 10-11-ci siniflərin vaxt cəhətdən vaxtı yoxdur, amma aşağısı məsələn 7-ci, 8-ci, 9-cu sinif şagirdləri bacardıqları qədər ingilis dillərini inkişaf elətdirsinlər. Yəni ki, gələcəkdə xarici universitetlərə gedəndə bu çox lazım olur. Yəni o genetika mühəndisliyi yenə də deyirəm, bizim ölkəmizdə biraz
biraz nətər deyim, biotexnologiyadır, genetika mühəndisliyidir. Bu sahələr hələ ki zəif inkişaf edib də. Yəni həm iş imkanları cəhətdən, həm də ki belə deyək, Xaricdə yaşayacaqsa olar da. bəli, xaricdə yaşayacaqsa, gələcəkdə məsələn magistr təhsilini xaricdə alacaqsınızsa, və hətta ikinci, üçüncü kursdan da getmək olar məsəl üçün perevod edib xarici universitetlərə keçid eləmək olar. Bunu düşünürsünüzsə çox gözəl, yaxşı ixtisasdır. Yəni elmi tədqiqat sahəsi olan ixtisasdır. Yəni araşdırması alim olacağam deyib qarşınıza məqsəd qoymusunuzsa, bəli, ola bilər əlbəttə ki. NASA-da işləyir. Burada bir dənə sual vermişlər. Sual deyildi, təklif idi. Ben bayaq dedim, oksiləşmə reduksiyanı necə anlamaq? Qısa yolu var, orada arı o, alır, reduksiya olur, oksiləşdiricidir. Bu dediyim kimi, bu əzbər üsuludur. Bu məntiqi anlama üsulu deyil. Yəni, əlaqə qurma deyil. Sadəcə o əzbərçilik xoşlayanlar onu xoşlayırlar deyə müəllimlər də o metodu verirlər bəzi müəllimlər. Psixologiyada bir nəfər soruşdu, psixologiya ixtisası var da. Psixologiya da çox yaxşı ixtisasdır. Psixoloq da bir çox müəssisələrdə ehtiyac olan sahədir. Amma vakansiyası az olan sahədir məsəl üçün. Bunların hamısının, yəni ixtisasın pisi yoxdur. Yəni ixtisaslar hamısı yaxşıdır, amma reallıqda fikirləşmək lazım ki, mən elə bir ki 4 il sonra bu ixtisası bitirib gəldim, mən hara müraciət edəcəm? Yəni bu əlbəttə ki özünüzü yetişdirməkdən də asılıdır. Bu saat Azərbaycanda çox gözəl psixoloqlar var. Məsəl üçün sosial şəbəkələrdə məşhurlaşmış, çox güclü tələb olan, yəni insanların belə deyək də qapısında növbə gözlədiyi psixoloqlar var. Yəni o şəkildə özünüzü yetişdirə biləcəksinizsə, əlbəttə ki bütün ixtisaslar yaxşıdır və o seçəcəyiniz universitet də önəmlidir, yəni. Orada mən o təhsil alıb o səviyyəyə çata biləcəmmi? Yəni bunu da araşdırmaq olar, yəni universitetləri də araşdırmaq lazımdır. Ancaq universitetin adına baxmayın. Şagirdlərə mən tövsiyəm budur. Araşdırın əvvəlcədən ki, mən oxuyacağım universitetdə təhsilin keyfiyyəti necədir? Necə araşdıra bilərsiniz? Orada oxuyan şagirdlərdən, yuxarı kurs tələbələrindən araşdıra bilərsiniz. Heç tanımasaz belə, məsəl üçün, bir nəfər bağlantı qurub, araşdırıb tapıb qohumlardan, qonşulardan, və yaxud da ki, universitetlərin Facebook qrupları var. Orada yazılanlardan universitet haqqında aşağı-yuxarı bir belə deyək də təəssürat oyatmaq olur, təəssürat toplamaq olur yəni. Məsələn, tibb mən bilirəm, məsələn, tələbələrindən bilirəm ki, tibb universitetinin özünün ingiliscə ixtisası Azərbaycan dilində ixtisasdan çox daha yaxşıdır orada tədrisin keyfiyyəti. Çünki orada yüksək ali məktəblərdə, xaricdəki ali məktəblərdə işləmiş, təhsil almış müəllimlər işləyir əsasən. Ona görə yəni Azərbaycanca olan tibbdən bir addım öndədir ingiliscə olan tibb ixtisası. İngiliscə olan qruplar bir addım öndədir əlbəttə ki. Fizioterapiya ixtisası da bax yenə də yaxşı ixtisasdır. Həkimlikdir bu da əlbəttə ki, fizioterapevt həkimdir. İxtisasları indi mən bir-bir hamısını izah eləmək istəmirəm ki, hansı sahədə işləyə bilər. Bunu bir dənə internetdən Google-dan yazsınız, özünüz görərsiniz. Bu ixtisasın sahibi nə işlə məşğuldur, harda işləyə bilər. Fizioterapiya əsasən idman müəssisələrində, sonra reabilitasiya mərkəzlərində, bütün belə deyək poliklinikalarda, xəstəxanalarda tələbatı olan ixtisasdır. Yəni həkim fizioterapevt deməkdir. Hə, fizioterapiyanı bitirib siz gəlib rentgen cihazında və yaxud da ki ultrasəs cihazında işləyə bilmərsiniz. Terapevt həkim ola bilmərsiniz. Yəni fizioterapiya həkimi olasınız yəni. İki müəllimlə hazırlaşmaq qətiyyən bir də üzr istəyirəm bu suala cavab verim, şagird yazmış. İki müəllimlə hazırlaşmaq tövsiyə olunmur. Mən şəxsən öz adıma deyirəm. Yəni siz orada nəticə əldə edə bilmirsinizsə bir müəllimdə, birinci onun səbəbini araşdırmalısınız ki, mən burada səbəb günah kimdədir? Yəni müəllim tərəfdədir, yoxsa mənim özüm tərəfdədir? Yəni əgər sən dərs oxumursansa, dərsə kifayət qədər vaxt ayırmırsansa, lap 3 müəllimin yanına getsə də bir şey alınmayacaq. Elə bir uşaqlar gözləyir ki, bir çox müəllimdən ki, müəllimin sehrli bir çubuğu var, məsəl üçün müəllimin bir sehrli metodu var. Bunu şagirdlərə aşılayacaq. Heç mən əziyyət çəkmədən, evdə dərs oxumadan hazıra gedib gəlməklə mən nəticə qazanacağam. Mənim yaddaşımda bu biliklər qalacaqdır. Bu çətindir uşaqlar, belə bir şey yoxdur. Yəni çalışmaq lazımdır, oxumaq lazımdır, öyrənmək lazımdır, testlərin üzərində işləmək lazımdır. Bu qədər. Yenə nə sualınız olsa qrupa yazarsınız. Təşəkkür edirəm Musa müəllim. Bir də rus dilində soruşurlar, rus dilində tədris olaraq hal-hazırda varmı deyə. Bir onda sualın cavablandırıb neçə dəfə səs olaraq, yəni yazı olaraq bildirdi.
Yəni fiziki olaraq hal-hazırda yoxdur. Bilmirəm, biologiya, kimya müəllimləri də bir fikirlərini bildirər. Digər məsələlərdə, digər suallarınızı da qrupa göndərərsiniz, zəhmət olmasa. Nəsə suallarınız, nəsə əlavə soruşacaqlarınız varsa, birbaşa qrupa göndərə bilərsiniz. Qrupda müəllimlərin də nömrələri var. Hər bir müəllimin öz şəxsi nömrəsi də var. Hər birinizə təşəkkür edirik. Biz əlimizdən gəldiyi qədər sizə dəstək olmağa çalışdıq. İnşallah ki, faydası olar. Yəni bu müəllimlərin yenə də dediyim kimi bütün bu verilən məlumatlar hər birisi müəyyən bir elmi biliyə dayanan bir məlumatlardır. Ona görə də o cəhətdən narahat olmayın. Hər birinizə uğurlar arzu edirik. İnşallah xoş səsinizi, sədanızı eşidək. Gecəniz xeyrə qalsın. Hər birinizə bir daha təşəkkürümüzü bildiririk. Sağ olun, uğurlar hər kəsə. Sağ olun, cəza Sağ sağ olun olun. Əkbər müəllim, Sağ sağ olun. olun Ruslan Siz də müəllim. sağ olun. Teşekkürler. Bay bay. Çox sağ olun. Siz də sağ olun uşaqlar, siz də sağ olun. Çox sağ olun müəllim. Sən də sağ ol Aydan.